Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Şimali Azərbaycan 19-cu əsrin ikinci yarısında, 20-ci əsrin əvvəllərində. Bu sualı daha rahat yazmağımız üçün gəlin ümumi cəhətləri daha öncədən müəyyən edək. Bura qeyd edirik 1, 2, 3 və ümumi cəhətləri axtarırıq. B variantına baxırıq. Sahibkar kəndliləri ilə bağlı islahatın keçirilməsi həm 1847-də, həm də 1912-13-də sahibkar kəndliləri ilə bağlı qərarlar var. B-ni ortağa yazırıq. C-yə baxırıq. Fəhlə tətillərinin baş verməsi. Həqiqətən də ilk fəhlə tətilləri 19-cu əsrin ikinci yarısında, xüsusən də sonlarına doğru baş verir. 20-ci əsrin əvvəllərində də fəhlə tətilləri davam edibdir. Deməli, bu da bizim ortaq cəhətimizdir. B və C-ni ortaq cəhət kimi müəyyən etdikdən sonra artıq burada bizim yalnız bir doğru cavabımız qalır. İndi isə digər variantları yerinə uyğunlaşdıraq. 1-ə A və Y qaldığına görə baxırıq. A-da deyir ki, ipəkçilik sahəsində sənaye çevrilişinin başlanması. Bu bir ad çaşdırıcı cümlə kimi olsa da, ümumi sənaye çevrilişinin biz 19-cu əsrin ikinci yarısında olduğunu nəzərə alsaq, 1-ə A-nı qoya bilirik. Yəni biz daha çox neft sənayesini öyrənirik, amma sənayenin digər sahələrində də çevriliş var idi. Y-yə baxırıq. Dövlət kəndlilərinə icma torpaqlarından nəsli istifadə hüququnun verilməsi də 1900 olaraq qiymətləndirilir. Bu da 19-cu əsrin ikinci yarısı kimi qeyd olunur. Digər variantımız isə Zaqatala dairəsinin sahibkar kəndlilərinin feodal asılılığından azad edilməsi. Bu da deməli D variantı uyğunlaşacaq 2-yə 20-ci əsrin əvvəllərinə. Siz bilirsiniz ki, Zaqatalada bu islahat təxirə salınmışdı. Ən axırda 20-ci əsrin əvvəllərində 1912-13 qərarları Zaqatala dairəsinə də aid edilir. Düzgün cavab 1-ə A, Y, 2-yə D, 3-ə B, C olacaqdır.